Şagirdlər kompleks ədədlər mövzusunun izahını verək. Ümumiyyətlə kompleks ədəd nədir? Biz normalda əgər həqiqi ədədlər çoxluğunu keçmişdik və sadəcə bilirdik ki, bizim ədədlərimiz bugünə qədər bundan yekunlaşır. Xeyr. Əslində isə bizim z bərabərdir kompleks ədədimiz vardır, hansı ki a üzərinə gəlinsin və ya a üzərinə gəlsin bi və ya z bərabərdir x üzərinə gəlsin yi şəklində yazılır. Biz həqiqi ədədlər çoxluğunda deyirdik ki, x kvadratı üzərinə gəlsin 1 bərabərdir 0 olarsa, x kvadratı bərabərdir -1 olarsa bu çoxluğun. Həqiqi ədədlər çoxluğunda həlli yoxdur. Düzdürmü? Amma kompleks ədədlər çoxluğunda bu çoxluğun həlli var. Kompleks ədədlər çoxluğunda bu kvadratı -1-ə bərabər olan ədədi i ədədi ilə əvəz ediblər. Yəni i kvadratı bərabərdir -1-ə. i kvadratı -1 olduğu üçün onda bizim tənliyimizin kökü elə nə imiş? i kvadratına bərabər imiş. Bu da bu şəkildə. Bəs hardan gəlir bu söz? i xəyali bir ədəddir və imaginary sözünü yəqin ki ingilis dilindən bilirsiniz. Həmin sözün baş hərfi olaraq i hərfi götürülmüşdür. Bu da bu şəkildə. İndi bizim əsas işimiz nədir? Kompleks ədəd barədə məlumat vermək. Kompleks ədədin başqa cür də belə tərif versək deyərik ki, kompleks ədəd kvadratı -1-ə bərabər olan ədəddir. Yəni i kvadratı bərabərdir -1-ə. Buna biz deyirik ki, bu kompleks ədəddir. Bu şəkildə. Kompleks ədədin ümumi şəkli belədir. Z bərabərdir a üzərinə gəlsin bi və ya z bərabərdir x üzərinə gəlsin yi. Bizim bu birinci hissəmiz adlanır həqiqi hissə. Həqiqi hissə ya a-dır, həqiqi hissə ya x-dir. Belə də verilə bilər, belə də verilə bilər. Xəyali hissə isə bi-dir. Burada da xəyali nədir? Burada da xəyali yi-dir. Müəllim, bəs y nədir? B adlanır xəyali hissənin əmsalı, əmsal və ya y adlanır əmsal. Bunlar xəyali hissənin əmsalı adlanır. Bu da bu şəkildə. Kompleks ədədində belə bir qayda yazaq. Məsələn, i kvadratı -1-dir. Onda i üstündə 4 1-dir. i üstündə 6 yenidən -1-dir. Çünki niyə? Mən bunu i kvadrat vur, i kvadrat vur, i kvadrat yazsam, hər bir i kvadratının yerinə -1 vur, -1 vur, -1 yazsam, yenə də -1 alınacaq. Bu adlandı bizim xəyali ədədimiz. İndi bizdə belə bir qayda var. Və uşaqlar, yadda saxlayın ki, i-nin üstündə 0 həmişə 1-ə nədir? Bərabərdir. 1-ə bərabərdir. İndi baxaq nəyə? Bizdə belə bir qayda var. Müəllim, mən i üstündə 6-nın nə olduğunu bildim. Bəs i üstündə, məsələn, 1500 verilsə, onu necə tapacam? 1500 verilsə, burada qayda necədir? Deməli, uşaqlar, kompleks ədəddə hər 4 addımdan bir təkrarlanma olur. Yəni, i-nin kvadratı, i-nin üstündə 1 i-dir. i-nin kvadratı -1-dir. i-nin üstündə 3 -i-dir. i-nin üstündə 4 yenidən nədir? 1-dir. Başa düşdünüzmü? Yenidən 1-dir. Bu da bu şəkildə. Ona görə də biz hər dəfə alınan nəticəni nə edəcəm? 4-ə böləcəm. Məsələn, yazıram i üstündə 31. i üstündə 31. Bax, 31-i bölürəm 4-ə. Qalıq nə qalır? 3 qalır. i üstündə 3 yazıram. Artıq i üstündə 3-ün də -i olduğunu bilirəm. Və yaxud deyir ki, i üstündə 1501. Artıq mən 1500-ü nə edəcəm? 4-ə böləcəm. Qalacaq i üstündə 1, qalıq 1-dir. i üstündə 1 də elə, belə deyək, i deməkdir. Başa düşdünüzmü? Bu şəkildə biz daha yüksək dərəcəli ədədləri də asanlıqla tapa bilirik. Kompleks ədədin ümumi bir həndəsi təsvirini verək. Necə bir şeydir həndəsi təsviri? Biz bayaq dedik ki, burada z bərabərdir
A üzərinə gəlsin BI şəklində olanda bizdə bir real Z var, uşaqlar. Real Z aydın məsələdir. Real Z nə deməkdir? Real həqiqi, həqiqi sonunda A-dır. Bir də imaginary Z var. Yəni im Z, bu da bərabərdir B-yə. Başa düşdünüzmü? Xəyali hissənin əmsalı kimi biz bunu nə edirik? Yazırıq. Başa düşdükmü? Bu qədər asan. Bu oldu bizim kompleks ədədimiz. Məsələn, tutaq ki, verir belə bir ədəd. Z bərabərdir 5 üstə gəlinsin 3i. Bunun real Z-i nədir? Real Z-i 5-dir. Bəs im Z-i nədir? Im Z-i də aydındır. Görünür ki, 3-dür. Başa düşdükmü? Bu da oldu bizim kompleks ədəd. Məsələn, kompleks ədədi belə verə bilər. Z bərabərdir 5. Buna deyirəm, sırf həqiqi ədəd. Sırf həqiqi ədəd. Sırf həqiqi ədəd. Bir də verə bilər, məsələn, bu şəkildə. Z bərabərdir 3i. Bu artıq sırf xəyali ədəddir. Sırf xəyali ədəd. Niyə görə? Sırf həqiqi ədəddə bizim im Z-imiz, yəni xəyali hissəmiz 0 olur. Bu şərti yadınızda saxlayın. Sırf həqiqi xəyali ədəddə isə bizim real Z-imiz, R-Z-imiz nəyə bərabər olur? 0-a bərabər olur. Bu da adlanır bizim kompleks ədədimizin əsas belə deyək, qaydalarından biri. Və bizdə bir də nə var? Uşaqlar, kompleks ədədin əksi. Kompleks ədədin əksi anlayışı odur ki, biz işarələri tamamilə əksinə dəyişməliyik. Məsələn, deyirəm ki, Z bərabərdir 3 minus 2i. Məsələ 2i. Onda mən bunun əksini tapmaq üçün Z bərabərdir mənfi 3 plus 2i şəklində nə edəcəm? Götürəcəm. Mənfi 3 plus 2i şəklində götürəcəm. Bu oldu bizim kompleks ədədin əksi. Və var kompleks ədədin qoşması. Keçən il düşmüşdü. Kompleks ədədin qoşması çox sadədir, uşaqlar. Z kompleks ədədinin qoşması, məsələn, A üzərinə gəl BI-dirsə və ya X üzərinə gəl YI-dirsə, hansını istəsəniz yaza bilərsiniz, fərq yoxdur. Uşaqlar, qoşma olanda üstündən xətt çəkirəm. Yəni, çaşmayın, nədirsə. A açıq BI olacaq. Məsələn, deyir ki, Z bərabərdir 5 üstə gəl 3i, sənə belə bir şey verir. Uşaq da deyir ki, bu nədir? Eyni şeydir. Bəlkə mən də bunun üstündən bir dənə xətt çəkim. Yox, uşaqlar, bu qoşma deməkdir. Onda bunun qoşması nə olacaq? 5 minus 3i. Məsələn, desə ki, qoşması tutaq ki, 2 plus 3i-dir. Kompleks ədədi tap, onda 2 minus 3i kimi nə edəcəm? Bunu götürəcəm. Başa düşdünüzmü? Yadda saxlayın. Sırf həqiqi ədədin qoşması ilə sırf həqiqi ədəddir. Məsələn, Z bərabərdir 3 verməyib, bunun qoşması ilə 3-dür. Uşaqlar bəzən götürür bunu mənfi 3, səhv eləyirlər. Olmaz. Uşaqlar burada adət səhv eləyir ki, müəllim, onda bunun da qoşması mənfi 3-dür. Xeyr, və yaxud verər Z bərabərdir 3i, onda bunun qoşması aydındır. Bunun qoşması mənfi 3i olacaq. Yəni, biz xəyali hissənin işarəsinin əksinə nə eləməliyik? Dəyişməliyik. Xəyali hissənin işarəsini əksinə dəyişməliyik. Bu olur bizim kompleks ədədimiz. Başa düşdünüzmü? Hər halda ki, başa düşərsiniz, çünki çox sadədir. Uşaqlar, indi belə bir bizim qaydamız var. Məsələn, deyir ki, kompleks ədədlərin toplanma və çıxılmasından danışaq. Çıxılması necədir? Verilir bir Z1 bərabərdir. A1 üzərinə gəlsin B1i. Bir dənə də Z2 bərabərdir. A2 üzərinə gəlsin B2i. Bunların toplanma çıxılması çox sadədir. Z1 ilə Z2-ni toplayanda mən A1 ilə A2-ni toplamalıyam və xəyali hissə ilə də xəyali hissəni, yəni B1 üzərinə gəl B2 vurulsun, i-ni də ortaq vurub çıxardım. Eyni qaydada bunun, belə deyək, çıxılması da eyni qaydadadır və çıxması üçün də göstərək ki, biz yenə eyni şeyi eləyəcəyik. Başa düşdükmü? Çox asan. Məsələn, verir ki, Z1 bərabərdir 5 üstə gəl 3i.
Z2 bərabərdir 4 çıxılsın 2i. Aha, toplayaq fərq etməz. Z1 üstə gəl Z2, 5 ilə 4-ü toplayacağam 9, 3 i ilə mənfi 2-ni toplayacağam müsbət i. Bu da oldu bizim nəyimiz? Kompleks ədədimiz, kompleks ədədimizin toplanması. Bir də bizim kompleks ədədin hasili var. Kompleks ədədin hasili necədir? O da bu şəkildədir. Aha, kompleks ədəddə Z1 bərabərdir A üstə gəl, A1 üstə gəl, B1 i'dir. Elə hər yeri i yazdım, B1 i'dir. Digərində necə olacaq? Z2 bərabər olsun, A2 üstə gəl, B2 i. Onda bu halda nə edəcəm? Bu halda keçək kompleks ədədlərin vurulmasına. Kompleks ədədlərin vurulması elə bir sanki mötərizələri vurub açırıqmış kimi düşünün. A1-i belə deyək, qoy buradan yazaq. A1-i A2-yə vururam. A1-i B2 i-yə vururam. B1 i-ni A2-yə vururam. Olur A2, B1 i. Və bu şəkildə B1 i-ni B2 i-yə vururam. B1 i-ni B2 i-yə vururam. Bitdi, getdi. Bu oldu bizim kompleks ədədlərin vurulması qaydası. Bu şəkildə vurub açırıq. Sonra isə biz sadələşdirməmizi aparaq. Məsələn, gəl yazaq. Z1 bərabərdir. Z1 vur Z2 üçün gəl belə bir ədədlər seçək. Məsələn, 1, 2 üstə gəl 3i. Burada da seçək. 1 üstə gəl 2i. Sadəcə 2-ni 1-ə vurdum. Elədi 2. 2-ni 2i-yə vururam. Eləyir 4i. 3i-ni 1-ə vururam. Eləyir 3i. 3i-ni 2i-yə vururam. 6i-nin kvadratı. Və mən bilirdim ki, i-nin kvadratı zaten mənfi 1-dir. Onda 2 ilə bu mənfi 1-i toplayıram. Eləyir 1. 4 i ilə də 3 i-ni toplayıram. Eləyir 7i. Bu da oldu mənim kompleks ədədlərimin vurulmasından alınan kompleks ədəd. Və bölünməsi. Keçək bölünməsinə. Görək bölünməsində nə deyilir? Kompleks ədədlərin bölünməsi bu şəkildədir uşaqlar. Z1-i mən Z2-yə bölürəmsə, yadda saxlayın. Mən böldüyüm zaman məxrəci də, surəti də məxrəcin qoşmasına, Z2-nin qoşması nə deməkdir? Z2 üstündə xətt. Z2 üstündə xəttə vurmalıyam. Bu qədər sadə. İndi gəl belə bir nümunə göstərək. Yazıram buradan. Deyirəm ki, 1 minus i-ni 1 plus i-yə bölməliyəm. Elə məxrəclə surət qoşmadır da. Onda mən 1 minus i-ni 1 plus i-ni vururam məxrəcin qoşmasına. Məxrəcin qoşması nədir? Vuraq məxrəcin qoşmasına. 1 minus i-yə. Bunu da vururam 1 minus i-yə. Adi məxrəci irrasionallıqdan azad eləyirmiş kimi düşünə bilərsiniz. İndi burada nə alındı? Müxtəsər vurma düsturu. 1-in kvadratı minus i-nin kvadratı. Burada da nə alındı? 1-in kvadratı minus 2i üzərinə gəl i-nin kvadratı. İndi gəl yazaq. 1-in kvadratı eləyir 1. Üzr istəyirəm. 2i minus 1. i-nin kvadratı axı mənfi 1 idi. Bu da nə eləyəcək? 1 minus mənfi 1. Və buradan 1-lər getdi. Qaldı mənfi 2i bölünsün 2. Bunlar da buradan getdi. Cavabım qaldı mənfi i. Bu da oldu bunların bölünmə qaydası. Çox asan bir mövzudur. Əvvəllər çox geniş düşürdü. Ümumiyyətlə, kompleks ədəd çox geniş bir mövzudur. Amma artıq çox asan düşür bu mövzu. Yəni, bu şəkildə. Və kompleks ədədin modulu. Kompleks ədədin modulu nədir? Z bərabərdir. A üstə gəl BI şəklində bir ədəddirsə, bunun modul Z bərabərdir kök altında. A kvadrat üstə gəl B kvadrat olmalıdır. Modulu, vektorun modulunu necə tapırdı? Eyni ilə ona bənzəyir. Tutaq ki, yazıram. Z bərabərdir 3 üstə gəl 4i.
Onda yazıram. Modul z bərabərdir. Kök altında 3-ün kvadratı üstə gəlinsin 4-ün kvadratı. Bu da elədi 5. Deməli, bunun modulu nə imiş? Bunun modulu 5 imiş. Bu qədər asan. Belə bir bəsit bir sual. İndi gəl belə bir nümunəyə baxaq. Bax, imtahana ən çox düşən nümunələrdən biri budur. Tutaq ki, 2y üzərinə gəlinsin. Qoy bura bunu qeyd eləyək. Vacib olduğu üçün. Vacib. 2y üzərinə gəlinsin 5x-i. 5x-i bərabərdir. 8 üzərinə gəlinsin. 3x üzərinə gəl. Y vur i. Bərabərliyindən x üstə gəl y cəmini tapın. Bu bərabərlikdirsə, kompleks ədədlərin bərabər olması o deməkdir ki, onun həqiqi hissəsi həqiqi hissəsinə, xəyali hissəsini xəyali hissəsinə bərabərdir. Birincinin xəyali hissəsi budur. Həqiqi hissəsi budur. İkincinin də həqiqi hissəsi budur. Birincinin xəyali hissəsi budur. Onun da xəyali hissəsi budur. Bax, i olanlar xəyali hissə götürülür. Olmayanlar həqiqi. Müəllim, burada 2y var axı. Olsun. Heç bir problem yoxdur. 2y-im 8-ə bərabərdir. 5x-ın da 3x plus y-ə bərabərdir. Yəni, əmsalları neynədir? Bərabərləşdirdik. Bu da bu şəkildə. Y bərabərdir oldu 4. 5x-dan 3x-i çıxıram. Bərabərdir y-ə. 2x bərabərdir y-ə. Artıq mən y-ə nə tapmışam? 4. Gətirib qoyuram bura. 2x bərabərdir 4. X də bərabərdir 2-yə. Belə bir asan bir bunun həlli vardır. Bu da bu şəkildə. İndi başqa bir nümunə. Məsələn, bax, cəbri şəkildə göstərin deyər. Cəbri şəkildə göstərin. Bu arada heç topulda bilmirəm, trigonometrik şəkildə göstərilmə varsa. Məsələn, bax, cəbri şəkildə göstərin nədir? Bax, tutaq ki, verir belə. 3 minus 4i bölünsün, məsələn, atıram. 6 minus 8i. Cəbri şəkildə göstərmək o deməkdir ki, bunun bölünməsi deməkdir, deyilə. Yenə də götürüb, məxrəcin qoşmasına nə edəcəm? Vuracam. 6 minus 8i. Bunu bir dənə də 6 plus 8i'yə vuracam. Bunu da 6 plus 8i'yə vuracam. Muavir düsturu və s. artıq düşmür. Trigonometrik şəkil, argumenti filan düşmür kompleks ədədin. Yalnız bunlar düşür. Məxrəcdə nə alınır? 6-nın kvadratı çıxılsın 8i'nin kvadratı. Bu arada niyə səsim yavaş çıxır? Bir qədər xəstəyəm, onun üçün ola bilər. Aha. Burada vurub açıram. 3-ü 6-ya vuracam. 18. 3-ü sonra 8i'yə vururam. Üstə gəl 24i. Sonra nə edəcəm? Yenə də 24i. 4i'ni elə bil 6-ya vurdum. 24i. 4i'ni vurdum 8i'yə. 32i'nin kvadratı. İndi bura baxın. 24i'lər getdi. Məxrəcdən alınır. 18 minus 32i kvadratı zaten 18 minus 32 vur, mənfi 1 deməkdir. Bölünsün. Heç ümumiyyətlə burada i qalmadığı üçün yəni cəbri şəkildə göstərilmənin əsas bildizləri necədirsə. 36 minus 64 i'nin kvadratı. Burada da i'nin kvadratı mənfi 1'dir. Olacaq belə. 18 plus 32 bölünsün. 36 plus 64. Bu nə eləyir? 50 böl 100. Bu da elədi 2-də 1. Elə bu yalnız, deməli bu yalnız necə ədəd imiş? Z bərabərdir 2-də 1. Sırf həqiqi ədəd imiş. Sırf həqiqi ədəd imiş. Sırf həqiqi ədəd imiş. Bu qədər bizim üçün asan. Bu da belə. Başqa nə düşürmü? Başqa heç nə. Elə bizə bu qədəri lazımdır. Bu qədəri düşür. Bu qədəri bizə kifayət eləyər.